Bugün Azərbaycan Respublikasının iki şəhid milli qəhrəmanının şəhadət olduğu gündür. Səfərəli Məmmədov və İbrahim Məmmədov. Səfərəli Məmmədov 1963-cü ildə 16 oktyabrda Masallı rayonunda anılmışdır. Birinci Qarabağ müharibəsi başladığı zaman Səfərəli döyüşlərə qatılmışdır. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız demək ki, düşmənin kabusuna çevirmişdir. Lakin 1992-ci il 16 fevralda qızğın gedən döyüşdən nəticəsində qəhrəmanımız qəhrəmanlıqla şəhid olmuşdur. İbrahim Məmmədov da 20 dekabr 1958-ci ildə Naxçıvan rayonunda Naxçıvan Muxtar Respublikasında anadan olmuşdu. Birinci Qarabağ müharibəsi başladığı zaman İbrahim da döyüşlərə qatılmışdı. Lakin 16 fevral 1994-cü ildə qəhrəmanımız üçün son döyüş olmuşdu. Qızğın gedən döyüşlər nəticəsində qəhrəmanlıqla şəhid olmuşdu. Biz də Milli Qəhrəmanlar Təşkilatı Nizam rayon nümayəndəliyi olaraq, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq hər iki qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşməyi Allah bizə nəsib edər. Gəlin qəhrəmanlarımızı unutmayalım. Onların qəhrəmanlarını gələcək nəsillərə çatdıraq. Allah rəhmət etsin.